dostlar, gördüğünüz kimi masa opşi daşındı. Sağ tarafta görürsünüz ki masadan arta kalan bir sürü elektronik eşya, ne bileyim mouse olsun, klavye olsun, ne bileyim bluetooth'lu kulaklık olsun, ne bileyim buradan elektrik kablosu olsun falan filan zart. Burayı opşi daşıdıq o bir otağa. Bu da masa aydınlatmamız. Bunu ben çok sevirəm bu arada. Əsas hamıya tavsiyə. Hamının masasında olması gereken bir şeydir bu. Neyse. Bunu daşıdıq o bir otağa. O bir otağa daşıdıq. İndi bu masa ortaya gələcək. Buradaki elektronik eşyalar bir-bir yığılıb sərgəli bir şəkildə bir kutuya qoyulacaq, bir çantaya ya da. Orada bu da ortaya gələcək. Buradaki kravat da ortaya gələcək. Oradan sonra bu ledlər opşi söküləcək. Sonra təzədən led döşənəcək. Səbəbi bu ledləri yapışdırdığımız skoslar nədir? Vaxtından sonra qurtarır. Hardasa 1 il 2 il keçib üstündən. Ona görə də artıq skosların ömrü qurtarır demək olar. İndi burada da dəftər kitab. Burada da var dəftər kitab var. Hər yeri dəftər var, bir şeylər var. İndi bu elə bir gündə qurtarılacaq bir iş deyil bu da. Bir gündə qurtarılması üçün gərək biz bu saatdan, bu dəqiq, bu saniyədən sonra dayanmadan işləyək də. Ki bunlar bu otağı, masayı zaten təmizləmə, bunların hamısı mən özüm tək edirəm, yəni kömək yoxdur. Özüm tək eləyə bildiyim qadarını eləyəcəm, eləyə bilmədiyim qadarını da artıq öz dəstək çağırıb belə eləyəcəm. Burada da pərdə var. Pərdəyə də salmışam. Buradan işlək qədər işıq çıxır. Nəysə boş verək. Bu hələ bu part 1 olsun. Part 2-də onsuz zaten masalar ortaya gəldiyində artıq skoslar alacam. Mən buraya yapışdırıcı alacam ki bunlar yapışsın. Ya bunlar belə skoçla alınan şey, ya iki tərəfli bantla alınan şey deyil. Nəysə bu video burada qutaraq, hələ mən də burayı yığışdırasıyam. Buradan sonra da başqa şeylər də var. Of. Nəysə boş verək. Part 2 nədir? Part 2 çəkəcəm. Ona kimi siz bu videoyu izləməyə davam edin. Görüşərik. Sağ olun.